Salamlar, hər birinizi xoş gördüm. Necəsiz? Çoxdandır sizdən video paylaşmırdım və qərara gəldim ki, münasibət qura bilməmək adlı bir video çəkim. Çünki çox insan münasibət qura bilmir, münasibət qursa da davamlı olaraq toksik münasibətlərə daxil olur və yaxud da ki, eyni döngüləri yaşayır. Münasibətdə özünü dəyərsiz, yetərsiz, önəmsiz, sözünü deyə bilməmək, sərhəd qoya bilməmək, özü kimi ola bilməmək kimi hallarla qarşılanır. Əgər sən düşünürsən ki, sənin münasibətin superdir, bombadır, əladır, bu videonu burada dayandırıb çıxa bilərsən, amma düşünürsənsə ki, yox, mən maariflənmək istəyirəm, görəsən nə üçün münasibət qura bilmirəmsə, o zaman başladıq bir yerdə. Qeyd edim ki, artıq yay ayıdır. Yay ayına özəl olaraq mən də çalışıram ki, kombinlərimi özən seçim. Əgər bu səni qıcıq edirsə, heç bir şey deyə bilmərəm. Burada da videonu dayandıra bilərsən. İndi isə keçirəm əsas mətləbə. Mən burada bəzi qeydlər götürmüşəm. Bu qeydlərdən istifadə edərək sizə özəl məsləhətlər yox da, tam sizə yönəlik fərqindəlik tipli anlayışlar deyəcəm. Videonu slow rejimdə və yaxud da ki, 2 qız basaraq sürətli rejimdə dinləyə bilərsiniz. Birinci etap. Əslində bu videonu uzun müddətli çəkmək istəyirdim. Sadəcə olaraq həyat şərtləri və işlərimin çox olmasına əlaqəli olaraq videonu biraz uzatdım. Okey, gəlin baxaq görək ki, biz niyə münasibət qura bilmirik. Mən burada sizlər üçün bəzi qeydlər götürmüşəm. O qeydlərdən çıxış edərək ümumiyyətlə biz baxaq. Birinci əsas qayda. Birinci əsas qayda odur ki, mən münasibət qurmaq istəyirəmsə, pul qazanmaq istəyirəmsə, həyatımda nə isə yaratmaq istəyirəmsə, baxmalıyam ki, mən istədiyim şeylərin müqabilində bu həyatda nə verə bilirəm, nə qədər verə bilirəm, həqiqətən də saf ürəkdənmi verirəm, yoxsa məsəl üçün mənə hədiyyə alsın deyə, mənə pul alsın deyə verirəm. Çox vaxt insanlar ona görə münasibət qura bilmir ki, əslində özü də bilmədən şərtli şəkildə birinə nə isə verir. Məsələn, pul verir ki, ondan yatsın və yaxud da hədiyyə alır ki, məsəl üçün də onunla məsələn görüşsün və yaxud da xanım da tutalım ki, davamlı olaraq ona fiziksel yaxınlıq eləyir ki, kişi ona nə bilim pul xərcləsin, nəsə etsin. Yəni şərt var. Bir var ki, mən nə isə verirəmsə, həqiqətən ürəkdən verirəm və qarşılığını düşünmürəm. Sadəcə vermək istəyirəm deyə verirəm, bu mənə xoşdur deyə verirəm. Və artıq burada qarşımdakı şəxs də başa düşür ki, artıq və mən buna açıq aydın deyirəm ki, mən səni bunu tam rahat şəkildə, rahat ürəkdən verirəm və mən də istəyərəm ki, sən də mənə həqiqətən rahat ürəkdən nələrsə verəsən. İndi burada baxır ki, sənin ehtiyacın nədir? Yəni, birinci əsas qaydamız odur ki, qarşımdakı insanın ehtiyacları nədir? Mən bu insanın ehtiyaclarını nə qədər verə bilirəm? Həqiqətən ürək kontaktından verirəm, yoxsa şərtli verirəm? Əgər nə isə şərtli verirsinizsə, çox güman ki, siz böyüdüyünüz ailə ortamında şərtli böyümüsünüz. Valideynləriniz davamlı olaraq 5 alsan yaxşı qızsan, nə bilim şalvar geyinsən, kişi adamsan, nə bilim kimisə vurdunsa, əla, sən çempionsan, bu tipli böyüdülmüsən, şərtlər var. Ona görə də sən də nə isə verəndə şərtlə verirsən. Burada bir dənə haşiyə çıxmaq istəyirəm. Əgər sən davamlı olaraq nə isə verirsənsə və istədiyin şeyləri ala bilmirsənsə, burada artıq balans pozulur, alma-vermə balansı pozulur. Burada artıq nə etmək lazımdır? Alma-vermə balansı pozulduğuna görə mütləq şəkildə verdiyin insana artıq o sərhədini qoymalısan. Deməlisən ki, məsələn, mən sənə bir dəfə, 2 dəfə tutalım ki, ehtiyacı var, sevgi ehtiyacı. Sevgi ehtiyacını ödəyirəm, həqiqətən bunu ürəkdən edirəm. Amma mənim də tutalım ki, ehtiyacım, məsələn, atıram, qayğıdır, diqqətdir. Amma mən səndən bunu daha az görürəm və mən istəyirəm ki, verdiyim bir şeyin sən də mənə qarşılığını verəsən. Qarşıdakı insana bunu mütləq şəkildə də ikinci qayda. Öz ehtiyacımı da qarşımdakı insana mütləq deməliyəm. Qarşındakı insan bu ehtiyacı görüb, təbii ki, o da sənə artıq bu ehtiyacı verməyə doğru addım atır. Amma yox, verməyə doğru addım atmırsa, burada artıq təəssüf ki, ya sən özünü istifadə edirsən, ya qarşı tərəfdə istifadə olunur, istifadə edir səndən. Ümumiyyətlə, davamlı olaraq qarşılıqsız bir insana da nə isə vermək, almadan, davamlı vermək. Təbii ki, mən ürəkdən verəcəm. O bunu qəbul edəcək. Amma o da mənə nə isə ürəkdən verməlidir də, düzdürmü? Bu ehtiyacımı ödəməlidir də, yəni ki, bunu başa düşməlidir. Əgər bu etapları tam şəkildə anlaya bilmirsə, demək ki, artıq burada balans pozulur. Tamam mı? Bu nöqtədə artıq balans pozulur və mən qarşımdakı insanın ehtiyacı nədir? Onu nə qədər ürəkdən verirəm? Ürəkdən verdiyim şeyləri qarşımdakı insanla mənim ehtiyacım ürəkdən verirmi? Burada artıq varsa, 2 qaydanı birləşdirərək, demək ki, münasibət sağlam şəkildə qurulur və kommunikasiya üzərində qurulur. Eyni qaydanı pul üzərində də tətbiq edə bilərsiniz. Pulla bağlı da məsələləri bu istiqamətdən yanaşsaz, görəcəksiniz ki, həqiqətən həyatınızda balans olunur. Bir də burada nə demək istəyirəm?
Əgər davamlı olaraq verirsənsə, artıq bu fədakarlıqdır, artıq bu sevgi qazanmaq çabasıdır, artıq bu təsdiq istəyidir. Bu isə artıq sənin şuuraltı mexanizmlərindən ana ata ilə bağlı olan hissəni göstərir. Bunun hissənin üzərində mütləq şəkildə terapiya almalısan. Davamlı alırsansa, davamlı alma rejimindəsənsə, heç nə vermirsənsə, burada da o sən mama papadan yetəri qədər doymamısan. Bunun üzərində mütləq şəkildə fərdi terapiya almalısan. Okey, daha sonra mən baxım, görüm dəftərimdə nə qeyd eləmişəm. Məncə bu sizə hələlik bu qədər hissə bu video üçün kifayətdir. Son olaraq da sizə özəl bir şey demək istəyirəm. Buraxa bilməyi seçmək. Əgər həyatınızda sizi incidən, sizi özünüzə pis hiss elətdirən şeyləri buraxa bilmirsinizsə, burada bir çox səbəb var. Ya siz günahkarlıq duyğusunda ilişib qalmısınız, ya aşırı dərəcədə peşmansınız. Qısacası sən keçmişə yönəliksən və enerjin keçmişə gedir. Buraxa bilməyi bacarmaq nə deməkdir? Olan hadisələri görmə bacarığı, yəni illüziyadan çıxıb reallığı görmə, seçmə və buraxma və indiki reallığını qəbul etmək. Çox güman ki, buraxa bilməmək də səni sağlam şəkildə necə deyim, münasibət qurmaqda belə deyək ki, çətinliklərə yönəltmiş olacaq. Bunun üzərindən baxmaq lazımdır. Aha, əgər sənə də videom faydalı oldursa və sənin də qısa bir fərqindəlik yaratdısa, rəy yazmağı, video bəyənməyi, Instagram üzərindən məni izləməyi, eyni zamanda fərdi şəkildə terapiya almaq istəyirsənsə, mənimlə birlikdə fərdi terapiyaya başvura bilərsən. Qeyd edim ki, fərdi şəkildə terapiya yazılmamışdan öncə mən səninlə ilk 10 dəqiqəni tamamilə ödənişsiz şəkildə diaqnostika və konsultasiya edirəm. Sualların olduğu təqdirdə Instagram üzərindən və yaxud da ki, Telegram kanalına keçid edərək verə bilərsən. Sevgi ilə qal.